modernlik Avropadakı bütün metafizik dəyərlərin üstündən xətt çəkəndən sonra hər şey materializasiya olur və insanların inanmağa artıq heç bir şey olmayandan sonra mənə biraz tradisionalizmin orada sanki yeni kart oynayır. O kart şərqlə bağlıdır. Məsələn, şərqdəki bilikləri qərbə transformasiya etməyə çalışır ki, buradakı ölmüş bir bədəni yenidən ruh versin və onu ayağa qaldırsın. Bu nə qədər uğurlu olur, bunun praktikası necə olacaq? Bu özü sorğu-sual oluna bilər. Amma Genonun dediyi hansı ki 4 kasta hər biri tarix boyu bir-birini əvəz edib ki, bu tarixə çox uyğun gəlir. Oxumada da elədir. Əvvəl ruhanilər var idi, sonra döyüşçülər onu ələ keçirir, kral gəlir ki, biz kralla ruhanilərin hansının Evolaya görə necə olduğunu, Genona görə necə olduğunu indi deyə bilərik. Genona görə ruhanilər başda olmalıdır, ikinci olaraq döyüşçülər olmalıdır, amma Evola ondan razılaşmır. Evolaya görə kral hər şeydən üstündür və ruhanilər ona tabe olmalıdır. Çünki təqdis edən, təqdis olunandan üstün ola bilməz. Çünki kralın başına tacı ruhanilər qoyur, amma o qoyulan şeyin özü dəyərli olduğu üçün bu akt, bu proses baş verir.